Barış səsi. Temizlik. Bağışlayan ve mehriban Tanrı'nın adıyla. Güneşli bir günün səhərində Dovşan sevinçlə evindən çıxıb mahnı oxuya-oxuya ormana yollandı. Ayı isə dərin yuxuya dalıb rüyasında bal pətəyi görürdü. Dovşanın səsi onu şirin yuxudan oyandırdı. Ayı dovşanın qabağını kəsib dedi: Məni şirin yuxudan eləyəni yaxşı ələ saldım. İndi sənə unutmayacağım bir dərs verəcəyəm. Sonra əllərini havaya qaldırıb arxa ayaqlarının üstündə durdu. Caynaqlarını kiçik dovşana göstərdi. Çarəsiz qalan dovşan qorxudan nə edəcəyini bilmədi. Dovşan dedi: Bu kitab Dənizin Yayım evində nəşr olubdu və 7 yaşdan aşağı uşaqlar üçün münasibdir. Analar, atalar, bu kitabı və başqa uşaq kitablarını barışsəsi.com-dan şirin balalarınıza hədiyyə ala bilərsiniz.